Mən hərdən dərsdə uşaqlara sual verirəm ki, məsələn, bir situasiyadır. Sənin qohumun var filan yerdə və sən özü tapşırtdırırsan hansısa bir pozisiyaya keçmək üçün. Sən bundan istifadə eləyərsən yoxsa? Əksəriyyət deyir ki, niyə istifadə edirəm? Deyirəm, amma sən haqsızlıq edirsən axı. O birisinin elə bir adamı yoxdur. O birisinin yuxarıda qohumu yoxdur. Sən özü tapşırtdırırsan, o birisi bəlkə səndən bir tık daha savadlıdır, daha qabiliyyətlidir bu iş üçün. Sən onun haqqını yemiş olursan. Sən düşünürsən ki, kiminsə bir balaca da olsa haqqını yeməklə xoşbaxt ola biləcəksən. Bu sənə qayıtmayacaq. Əgər sən belə düşünürsənsə, xoşbaxtlıq sənə heç vaxt gəlməyəcək. Bu çox çətindir buna inanmaq ki, xoşbaxtlıq, doğruluq, düzgünlük, səmimiyyət yolundadır. İnsanlar qeyri-səmimiliyə arxalanırlar. İnsanlar yalandan istifadə edirlər. Siyasətdən istifadə edirlər. Xoşbaxtlığa çatmaq üçün. Məqsədə çatmaq üçün bütün vasitələr məqbul deyə Makiavelizmdən istifadə edirlər. İnsanlar buna inanırlar. Deyirlər, çox belə titiz olmağa ehtiyac yoxdur. Peyğəmbərlər isə deyir, məhz titiz olacaqsınız, inanırsınız. Xoşbaxtlıq yalnız dürüstlərin nəsi. Bu çox çətin qavranılan bir həqiqətdir. O fikirdə də onu mən görürəm ki, geri gəlmişim və bütün kitablar söz yazmaq. Amma fikirlər təbii ki, işıqlı. Reaksiya verməyə mümkün deyil. Orada onu anlatmağa çalışır ki, xoşbaxtlıq tam olaraq sənin çabalarına bağlı.